Herkese selamlar. Bugün Türkiye milli komandası ile beraber dünya çempionatı kaydımızdayıq ve bugün 3-cü artıq bölümdür. Qeyd edək ki, qrupumuzu gördüyünüz kimi 7 xalla 1-ci olaraq bitirmişdik ve dünya çempionatının son 16 turuna vəsiyyət kazanmışdıq. İndi isə gələn 8-ci finala keçirik. 8-ci finalda rəqibimiz kim olacaq? Fransa yığması olacaq. Yəni bu qədər milli arasındakı ən çətin yığma bizim üçün gəldi. Və gəlin artıq maça start verək. Fransa-Türkiyə oyunu başladı. Hakim Evti ilə bərabər görək bu maçda necə bir hesab qeydə alınacaq. Təbii ki, çətin olacaq Fransaya qarşı oyun bizim üçün, amma hədəfimiz qələbə qazanmaq və dünya çempionatında 4 finala adımızı yazdırmaqdır. Görüşdə artıq 30 dəqiqə bitib, bəlkə Fransa 0, Türkiyə 0 və 34-cü dəqiqə penalti gətirir Türkiyə. Hakan Çağaloğlu sabahçı 1-0. 34-cü dəqiqədə Türkiyə yığması hesabı açır. Hakan gol sayəsində hesabda öndəyik. Görək bu üstünlüyümüzü davam etdirə biləcək yoxsa yox. Artıq ikinci maça start götürdü. Fransa 0, Türkiyə 1. Hesabı qorumağa çalışır. Hazırda bu hesabla davam etsə Türkiyə üçün əla bir hesabdır. Dəyişiklik etmək lazımdır bu maçda artıq. Kimi salacağıq? Təbii ki də Atakan Karaozor'u salmaq fikrimiz var. O daha yaxşı bir sanki performansı sahib kimi görsənir. Amma onun da yeri bura hissəsidir. Bunu qeyd edim. Yox, oynasın burada. Özünü göstərməyə çalışsın. Sol cana haysa kim salacaq? Barış Alper Yılmaz yaxşıdır, amma Kenan Yıldızı salmaq daha. Kenan Yıldızı hücuma ataq. Barış Alper Yılmazı sol cana atmaq olar və İrfancan Kahvecin də hücum xəttinə salmış olduğu bu an itibarilə başqa da oyuncu salmağa ehtiyac yoxdur. Və Fransa yılmaz hücum relaşdırır. Diqqət olmaq lazım. Mbappe yox, bu Kolomani idi. Hesabı bərabərləşdirir. 1-1 gitmiş 3-cü dəqiqə. Fransa 1, Türkiyə 1. Hesab ağzında da bərabərləşdi və maç əlavə vaxtı gedə bilər. Bəli, maç əlavə vaxta gedir. Fransa 1, Türkiyə 1. Görək hansı komanda adını 4-1 falan yazır. Əla pas. Təəssüf ki, Kolomani hesabı 2 verir. Bugün Türkiyə müdafiəsi onu dayandırmada çox çətinlik çəkdiyini gördük. Artıq bunları basmaq məcburiyyətindəyəm. Hələ də Türkiyə yığması hücum qura bilmir. Fransa isə ek hücum şansı yazıda əldə edib. Əla pas və Kolomani təhqir edir. 3-1. Fransa 3, Türkiyə 1. Növbəti şans. Kolomani'nin 4-cü qolu gəldi artıq. Təəssüf ki, Türkiyə yığması üçün bu oyun şans vermir. Sadəcə bir dəfə şans verdi. Yox, ondan başqa şans vermədi ki, Türkiyə yığması hücum və hücumlar qursun və əvəzində Fransaya 4 gol şansı verir və təəssüf ki, Kolomani'nin 4 gol atdığı maçda Fransa yığması 4 hesablı qələbə qazanmağa müvəffəq olur və Türkiyə yığması dünya çempionatı ilə əlvida demiş olur. Maraqlı duel gördüyünüz kimi bitti. Fransa 4 finalda uduzur və dünya çempionu isə Argentin yığması olmuş olur. Lautaro Martinez'ə 11 golla ən çox gol atan oyuncu ünvanının sahibi olur. Və beləliklə biz bu videonun sonuna gəlmiş olduq. Növbəti videolarda görüşmək ümidi ilə sizlərlə sağollaşıram. Sağ olun, salamat qalın.